Hər birinizə salam əziz izləyicilər. Bugün sizinlə dövr operatorlarından danışacağıq. Qeyd edim ki, lövhənin bu tərəfində Python kodlarımızı yazacağıq. Digər tərəf isə bizim RAM pəncərəmizdir. Yəni yazdığımız kodları icra etdiyimizdə digər ekranda əks olunacaqları yazacağam bu pəncərəyə. Gəlin başlayaq dövr operatorlarından. Qeyd edim ki, iki dövr operatorundan danışacağıq. Biri for'dur, biri də while. Birinci while'dan başlayaq. Deyirik ki, ümumiyyətlə dövr dediyimiz bir şey müəyyən bir prosesi dəfələrlə təkrarlamağımıza verilən addır. Bir prosesi dəfələrlə təkrarlayanda biz deyirik ki, bu dövrü prosesdir. İndi Pythonda dövr ifadə etmək üçün while operatorundan istifadə edirik. Deyirəm ki, tutaq ki, n deyə bir dəyişənimiz var. Qiyməti tutaq ki, olsun 10. Deyirəm, dövr qurmaq üçün i deyə bir dəyişən götürək. Qiyməti olsun hələlik 1. Və fikir verin, while dediyimiz bir şey, şablon şəklində göstərim, daha sonra kodun yazaq. Deyirik ki, while sonra müəyyən bir şərt yazırıq. Və bu şərt ödəndiyi müddətcə təkrarlanacaq prosesi while'ın içində yazırıq. Bura dövrün şərti, bura isə dövrün gövdəsi deyə bilərik. Deyirik ki, while nə qədər ki bu şərt ödəyir, buradakı prosesi icra edəcək. Yəni biz while ilə nə qədər ki formasında oxuya bilərik. Deyirəm, tutaq ki, nə qədər ki a 5-dən böyükdür, onda dövr elə və buradakı prosesləri dəfələrlə təkrarla. İndi müəyyən bir addımda dövrün şərti pozulur. Dövrün şərti pozulduğu təqdirdə isə dövr dayanır və yenidən qayıdırıq ana sətrə. İndi bunu sadə bir nümunə ilə ifadə eləsək, deyirəm ki, tutaq ki, 1-dən 10-a kimi ədədləri ekrana çap edən bir kod yazmaq istəyirik. Nə edirik onda? Yazmıram da print 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 bu formada da yaza bilərəm, amma indi 10 deyir, 1000 desə oturub hamısını yaza bilmərəm. Düzümü? Onda məcburam nə edeyim? Dövr qurum. Və deyirəm ki, nə qədər ki, yəni while, nə qədər ki i dəyişəninin qiyməti n-dən kiçik bərabərdir şərtini ödəyir. Bu şərt ödəndiyi müddətcə dövr edə. Və deyəcəm ki, dövrün içində hər addımda i dəyişəninin qiymətini bir vahid artır. Yəni, i-yə mənimsət köhnə i plus 1. Yəni, bir vahid artır. Diqqətli olaq, i-nin qiyməti 1-dir. Hər addımda bir vahid artacaq. Və biz dedik ki, while nə qədər işləyir? Dövrün şərti, yəni while'ın şərti doğru olduğu müddətcə işləyir. Nə qədər ki, bu şərt bizə true nəticə verir, dövr eləməyə davam edəcək. Nə vaxt ki, bu şərt pozular, onda artıq dövrümüz dayanmış olacaq. İndi kiçik bərabərdir şərtinin pozulması nə deməkdir? Böyükdür, düzdürmü? Deməli, i-nin qiyməti n-dən böyük olduğu təqdirdə dövrümüz dayanmış olacaq. Çünki şərtimiz pozulur. Və i nə vaxt n-dən böyük olur? 11 qiymətini alanda, düzdürmü? Onda deyə bilərəm ki, dövrüm belə deyək, 10 dəfə işləyəcək. Amma diqqətli olaq, dövrümün şərti 11 dəfə yoxlanacaq. Çünki 1-dən 11-ə kimi, 11 də daxil, bütün ədədlər üçün bu şərti yoxlayır. 1-dən 10-a qədər olanlar üçün 10 daxil bu şərt ödəyir, amma 11 üçün bu şərt yoxlanır və ödəmir. Deməli, şərti 11 dəfə yoxlayıram. Amma buradakı prosesi 10 dəfə belə deyək, təkrar edirəm. İndi, hər addımda deyərəm ki, onda nə? Print i. Hər addımda i dəyişəninin qiymətini çapa ver deyərəm. Onda nə edəcək? 1-dən 10-a kimi ədədləri çap edəcək. Nəhayət i belə deyək, artıb 11 olanda dövrümüz dayanmış olacaq. Nə edirik biz? 1-dən belə deyək, 10-a kimi ədədləri çap edən bir kod yazmış olduq. Və nəticələrimiz də təbii ki, ekranda RAM pəncərəsində bu formatda əks olunacaq. 1, 2, 3 və 10 formasında.
İndi bu while-ın istifadəsinə aid ən sadə nümunə idi. Ümidvaram ki, while nədir? Ən azı beyninizdə bir şablon yarandı. Belə deyək. Bəs for nədir? For-dan danışmaq üçün əvvəla range anlayışından danışacağam sizə. For-dan danışmaq üçün range anlayışından danışmalıyıq. Range dediyimiz bir şeyi silsilə və yaxud belə deyək, aralıq kimi tərcümə edə bilərik dilimizə. Deyirik ki, range dediyimiz aralıq və yaxud silsilə 3 fərqli dəyər alır. 3 fərqli dəyər alır. Buna A deyim, tutaq ki, buna B deyim, buna da C. Default olaraq C-nin qiyməti 1 hesab olunur, A-nın qiyməti isə default olaraq 0 hesab olunur. İndi bunların nə demək olduğunu birazdan açıq şəkildə ifadə edəcəm. Deməli, A dediyimiz bir şey nəyi ifadə edir bizim üçün? A dediyimiz bir şey silsiləmizin və yaxud aralığımızın başlama dəyərini ifadə edir. Yəni buna start deyə bilərik. Start dəyərini ifadə edir. Yəni neçədən başlasın. B dediyimiz bir şey, B dediyimiz belə deyək, parametr isə bitmə dəyərini, yəni end-i ifadə edəcək. Yəni bitmə dəyərini, belə deyək, aralığın bitmə dəyərini B dəyişəninə ifadə edəcək. C dediyimiz bir şey isə silsiləmizin və yaxud aralığımızın artma miqdarıdır. Yəni buna da deyə bilərik ki, step. Tutaq ki, adını. Step. İndi nümunə ilə baxsaq, deyirəm ki, belə bir range'imiz olsun. Birdən 11-ə kimi ədədlər. Əgər mən C dəyişəninin qiymətini verməsəm, onda avtomatik dedik C-ni default olaraq 1 kimi qəbul edəcək. C-ni 1 kimi qəbul edəcəyinə görə bu range-dəki qiymətlər olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Diqqətli olaq, Python-da endin qiyməti belə deyək, alınmır. Endin qiymətini almır heç bir dəyişən və yaxud ifadədə. Yəni endin qiyməti götürülmür. A-dan B-yə qədər deyirik. Yəni bu çoxluq formasında, parça formasında göstərmək istəsək, daha doğrusu interval kimi, deyirəm ki, A-dan B-yə qədər olan ədədlər ardıcıllığı və yaxud ədədlər belə deyək, aralığı A-dan B-yə qədər. B daxil deyil. Buna diqqət edək. Onda niyə yazdım ki, 1-dən 11-ə kimi? Çünki mən 1-10 aralığını istəyirəm, 1-10 parçasını istəyirəm, onda yazaram 1-11 formasında. Çünki bilirəm ki, 11-i almayacaq, 11 daxil deyil. Və range üçün diqqətli olaq, range-in parametrləri tam ədədlər, yəni integer tipdən ədədlər olmalıdır. Onda mən deyə bilərəm ki, bu ifadə əvəzinə yaza bilərəm ki, tutaq ki, A-dan B minus 1-ə kimi olan ədədləri götürəcək range-imiz. Düzdürmü? Çünki əgər söhbət tam ədədlərdən gedirsə, bu ikisi arasında bir fərq yoxdur. Riyazi olaraq düzdür, belə deyək, əgər bu tam ədədlərdən danışmasaydıq, bu ifadələr ikisi bir-birindən fərqlənərdi. Düzdürmü? İndi dedik ki, range-də belə deyək, step də var, yəni C. Burada düzdür, C-yə bir qiymət vermədik, default qiyməti 1 oldu. Amma gəlib desəydim, tutaq ki, birdən 11-ə kimi ədədləri ifadə etsin, amma stepi, yəni addımı olsun 2. Yəni 2 addımlasın. Əgər bu aralığa baxsam, buradakı ədədlər olacaq 1, 3, 5, 7 və 9. Diqqətli olaq, yenə də bitmə dəyərini, yəni endini almayacaq. Aydındırmı? İndi belə deyək, kod nümunəsi ilə baxaq istəyirsiniz. Belə deyək, bayaq yazdığımız 1-dən 10-a kimi ədədləri çap edən
belə deyək, kodu indi for ilə yazaq. Bayaq while ilə yazmışdıq, indi for ilə. Diqqətli olaq, paralel şəkildə bir tərəfdə while ilə yazacağam, bir tərəfdə for ilə ki, əsas fərqləri bariz şəkildə görə bilək. Deyirəm, n dəyişənimiz olsun, qiyməti 10. Daha sonra deyirəm ki, for, diqqətli olaq, for'un nə olduğunu indi ifadə edəcəm. Deyirəm, for i in range. Və əgər mən 1-dən 10-a kimi ədədləri ifadə etmək istəyirəmsə, onda yazaram 1, 11 aralığı. İndi, for nədir? Deyirik ki, for operatoru i dəyişənini bu aralıqda gəzdirəcək. Nə mənada gəzdirəcək? Yəni, i dəyişəninə bir-bir bu aralıqdakı qiymətləri ardıcıllıqla verəcək. For operatoru. In dediyimiz bir şey içərisində deməkdir. Yəni, for i in range deyəndə, deyirəm ki, i dəyişənini bu range'in içərisində gəzdir. Yəni, i dəyişəninin birinci alacağı qiymət olacaq 1, sonra 2 ardıcıl formada adımı stepi çünki 1 vermişik deyə ardıcıl qiymətlər alır. 1, 2, 3, 4, 5, 6, 7, 8 və nəhayət 9, 10 qiymətlərini alacaq. Onda nə deyərəm mən? Print i desəm. Nə edəcək? 1-dən 10-a kimi nəticələri, qiymətləri ekranda əks etdirəcək. Yəni, kodu icra eləsəm yenə ekrana çıxacaq nəticə olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və nəhayət 10. İndi bunun while-dan fərqini necə görə bilərik? Gəlin, eynisini while ilə yazaq. Nə deyirəm? I dəyişəninə qiymət verək, qiymət olsun 1 və deyirəm ki, nə qədər ki, while. Nə qədər ki, i dəyişəninin qiyməti n-dən kiçik bərabərdir şərtini ödəyir. Bu şərt ödədiyi müddətcə nə ilə? Print elə i dəyişəninin qiymətini və hər addımda da i dəyişəninin qiymətini bir vahid artır. İndi, diqqətli olaq, eyni işi görəcək bu kodlar. Amma fərq nədən ibarətdir? Biz for ilə kod yazanda i dəyişəninə ilkin qiymət verməyimizə ehtiyac qalmır. Burada for operatoru bu işi özü yerinə yetirir. Yəni, range'də ilkin bir qiymət var, bunu verir i-yə və ardıcıl formada başlayır bu aralıqda dəyişməyə. Amma biz eyni şey while ilə yazanda məcburuq ki, i-yə ilkin bir qiymət təyin edək. Daha sonra hər addımda i-nin qiymətini bir vahid artıraq. Diqqətli olaq, bu iki sətir biz kodu for ilə yazanda yazmalı olmadığımız sətirlərdir. Yəni, bunlara ehtiyac yoxdur. İndi steplə bağlı bir nümunəyə də baxaq ki, tam aydın şəkildə forun və range'in nə olduğunu başa düşmüş olaq. İndi deyirəm ki, diqqətli olaq. Hər addımda i-nin qiymətini ekrana çap et. Amma istəyirəm bu dəfə i-nin qiymətlərin 2-2 artırsın. Bu zaman nə deyəcəm? Range'imdə də deyəcəm ki, bu aralıqdakı qiymətlər 2-2 artsın. İndi yenə diqqət edək bu iki sətrə. i-yə ilkin qiymət 1 verdim. Range'də də diqqətli olaq, i-yə ilkin qiymət 1 verdim. Nə dedim? Hər addımda 2-2 artsın. While'da da bunu özüm elə. Dedim ki, i-nə hər addımda 2 vahid artır. Onda ekrana əks olunacaq olan nəticə olacaq, iki koddan birini run eləsək, ekrana əks olunan nəticə olacaq 1, 3, 5, 7, 9. Ekrana bu qiymətlər əks olunacaq. Çünki dedik ki, bu aralıqdakı dəyərlər 2-2 dəyişir. Bu formada for və while'ı müəyyən məqsədlər üçün istifadə edə bilərsiniz dövr quran zaman. Qeyd edim ki, hər iki operator istifadə oluna bilər, yəni istəyə bağlıdır və bir çox hallarda for ilə yaza biləcəyimiz kodu while ilə
və əksi while-la yaza biləcəyimiz kodu for-la yaza bilərik. İndi range-in istifadəsində daha bir nümunə necə deyə bilərik? Deyirik ki, diqqətli olaq. Əgər range-də başlama dəyəri bitmə dəyərindən böyük olsa və yaxud bərabər olsa, o zaman tutaq ki, yəni mən gəlib bura 11 yazıb, bura 1 yazsam, bu formada ifadə edeyim, start böyük olsa enddən, bu zaman biz addıma elə bir qiymət verməliyik ki, dövr işləsin. Yəni, addımı 2 saxlasam, bunların yerində etsəm, desəm ki, tutaq ki, diqqətli olaq, bu 11 olsun, bu 1 olsun, yəni 11-dən 1-ə kimi desəm aralığı və addımım 2 olsa, kodum işləməyəcək. Çünki 11-dən 1-ə kimi 2-2 addımlayaraq getmək mümkün deyil. Və belə deyək, ekrana heç bir şey əks olunmayacaq. Ümumiyyətlə, bu kod işləməyəcək bir növ. For işləməyəcək. Addımdan asılı deyil, bu diqqətli olaq. Nə mənada asılı deyil, addımım 1 də olsa yenə işləməyəcək kodum. Bu formada yazsam yəni. Bəs mən ədədləri tərsinə çapa vermək istəsəm nə edərəm? Deyərəm ki, 11-dən 1-ə kimi get, amma mənfi bir addımı ilə get. Çünki mən mənfi bir addımı ilə getsəm, addımlaya belə deyək, 1-ə gəlib çıxa bilərəm. Mənfi bir addımı ilə getsəm. Belə deyək, bu kodu run eləsək, ekranda əks olunacaq olan nəticə, yenə bax, diqqətli olaq. 11-dən 1-1 başlayacaq azalmağa. 11, 10, 9, 8. Bu formada azala gələcək. Və diqqətli olaq yenə, bitmə dəyərini almır dedi. Yəni 1-i almayacaq, ən son gəlib olacaq 3-dən sonra 2 və kodumuz yekunlaşmış olacaq. Söhbət yuxarıdakı koddan gedir. Bu kodu icra edəsəm, ekranda 11-dən 2-ə kimi nəticələr əks olunacaq. Çünki biz dedik, start dəyərini alır, amma end dəyərini almır dəyişənlərimiz. Və əgər start dəyəri end dəyərindən böyük olarsa, onda biz məcburuq ki, addıma, yəni forun addımına və yaxud range-in addımına mənfi bir qiymət verək. İndi bu forun istifadəsinə aid, belə deyək, range-lə bir nümunə idi. Başqa cür foru necə istifadə edə bilərik? Gəlin buna baxaq. Deyirəm ki, bizim artıq n dəyişəninə ehtiyacımız yoxdur. Gəlin yazaq bu dəfə hər hansısa bir s dəyişənimiz olsun, qiyməti olsun, tutaq ki. Qiymət olsun array və deyirəm ki, for i in s. S deyə bir sətrimiz var. Sətr dediyimiz bir şeyin nə olduğunu birinci dərsdə izah etmişdik. Belə deyək, sətr dediyimiz bir şey simvolların birləşməsindən ibarət olan bir data tipi idi. Və burada A, R, A və Y simvollarının birləşməsindən ibarət bir sətr var. Və mən deyəndə ki, for i in s, diqqətli olaq, i dəyişəni s-in daxilindəki bütün elementlərin qiymətini alacaq. Və mən əgər yazsam ki, print i, yəni hər addımda i-ni ekrana çap et, kodu icra edəsəm, ekrana əks olunacaq olan nəticə olacaq A, R, A və Y simvolları. Diqqətli olaq, dedik ki, for i dəyişənini burada yazdığımız iterable'ın içində gəzdirir. Iterable nədir? Iterable üzərində gəzilə bilən bir data tipinə verilən, belə deyək, addır və yaxud əlamətdir. Bu formada deyə bilərik. Yəni, bunun elementlərini bir-bir i dəyişəni mənimsəyəcək və biz bunu istifadə edə bilərik. İndi isə danışacağıq dövr operatorlarında break açar sözündən. Break nədir? Break dövrü saxlamaq üçün istifadə olunan bir açar sözdür. Yəni, biz istənilən bir dövrü break yazmaqla müəyyən bir addımda sonlandıra bilərik. Gəlin istifadəsinə aid nümunələrlə birlikdə anlamağa çalışaq. Tutaq ki, belə bir kod yazsam. Deyirəm, n dəyişənimiz var, qiyməti 10'dur.
Daha sonra bir dənə i dəyişəni götürürəm. Birinci dəfə while nümunə göstərib, sonra paralel şəkildə for nümunəsinə də baxarıq. Deyirəm i-nin qiyməti olsun 1 və nə qədər ki i n-dən kiçik bərabərdir şərtini ödəyir. Neynə? Dövr et. Və hər addımda deyirəm print i. Amma deyirəm ki, tutaq ki, əgər i dəyişəninin qiyməti 6-ya bərabər olsa, yad gəlin 5 deyək. i dəyişəninin qiyməti 5-ə bərabər olsa, neynə? Break ver. Yazıram break. Və əks halda yazmamıza ehtiyac yoxdur. Əgər şərt ödəsə break verərik. Ödəmədiyi halda isə deyərəm ki, növbəti addıma keçmək üçün i dəyişəninin qiymətini bir vahid artır. İndi diqqətli olaq. Burada isə dövrdən çıxandan sonra yazıram print son. İndi yəni birlikdə baxaq. Deyirəm ki, n-in qiyməti 10-dur, i 1-dir. Nə qədər ki, i n-dən kiçik bərabərdir şərtini ödəyir. Neynə? Dövr edər. Hər addımda isə i dəyişəninin qiymətini çap et. i ilkin halda 1-dir. Dövrə girən kimi, dövrün şərti ödədiyi, başlayıram dövr eləməyə. Dövrə girən kimi i-ni çap edib. i 1 idi, bir ekrana çap olunacaq. Daha sonra şərt yoxlanılır. 1 üçün bu şərt ödəməyəcək. Çünki 1 5-ə bərabər deyil. Break vermədik. Nə dedik? i-ni bir vahid artır. i 1 idi, olacaq 2. Növbəti addımda yenə dövrün şərti pozulmayıb deyə davam edirəm. 2-ni çap edəcək, sonra 3 olacaq, 3-ü çap edəcək, 4 olacaq, 4-ü çap edəcək. Ardıcıl formada 2, 3, 4 və i-nin qiyməti, diqqətli olaq, 4-ü çap edəndən sonra olur 5 və nəticədə, diqqətli olaq, while-ın şərti pozulmur. Yəni dövrümüz hələ də davam edir. Amma 5-i çap edəndən sonra, 5-i ekrana çap edəndən sonra nə edir? Deyir ki, gəl bu şərti yoxla. i-nin qiyməti 5-ə bərabərdirmi? Bilirəm ki, bərabərdir 5-ci addımda. Onda nə deyib? Deyib ki, break ver. Yəni, dövrü dayandır. Break yazılan yerdə artıq dövr dayanır və keçir yenə ana sətrimizə. Yəni, 5-ci addımda nəhayət dövrümüz dayanmış olacaq, keçəcək ana sətrə və ekrana çap olunacaq ifadə son ifadəsi olacaq. Deməli, neynədik? While-la dövr qurduq və i-nin 5 olduğu qiymətdə, yəni dövrün 5-ci addımında dövrümüzü saxlamış olduq. Break-in istifadəsi bu formadadır. Yəni, tutaq ki, bu break-i hansı növ suallarda istifadə edə bilərik və yaxud hansı növ situasiyalarda istifadə edə bilərik? Müəyyən bir iş görürük və bizə lazım olan nəticəni əldə etmişik. Onda artıq dövrümüzü saxlaya bilərik. Düzdürmü? Yəni, axıra kimi getməyimizə ehtiyac olmaz da. Tutaq ki, ədədin sadə olub-olmadığını yoxlamaq istəyirik. Düzdürmü? Ədədin bölənlərinin olub-olmadığına başdan axıra kimi baxmağıma ehtiyac yoxdur. Yəni, bir yerdə bölənin görsəm, break verərəm, deyərəm ki, bu mürəkkəb ədədiymiş. Yoxdursa, aydın məsələdir ki, axıra kimi gedəcək. İndi eyni nümunəni paralel şəkildə for üçün göstərsək, nə deyəcəm? Deyəcəm ki, yenə, tutaq ki, n dəyişənimiz olsun, qiyməti olsun 10. Bu dəfə yazıram ki, for i in range birdən n plus 1-ə kimi. Niyə n plus 1 yazdım? Çünki bilirəm ki, Pythonda bitmə dəyərini dəyişənlər almır. Yəni, range funksiyası bizə bitmə dəyərini verməyəcək. Daha sonra nə deyirəm? Print i və yenə yazıram ki, if i-nin qiyməti 5-ə bərabərdirsə, onda neynə? I-nin qiyməti 5-ə bərabərdirsə, onda break ver.
Yox, əgər bərabər deyilsə, keçəcək özü növbəti addıma. Əks halda, yəni else yazmağıma ehtiyac yoxdur. Və sonda isə nəhayət ana sətirdə yazıram ki, print tutaq ki, son. İndi bu kodlar arasında heç bir fərq yoxdur. Yəni ikisi də ekrana eyni nəticələri çap edəcək. İyinin qiyməti 1, 2, 3, 4, 5 olduğu halda bunları çap edəcək. Nəhayət 5 olduğu halda ifin şərti ödəyəcək. Amma diqqət olaq, 5-i çap elədi, sonra break verdi. Yəni 5 çap edəndən sonra dövrümüz dayandı. Yenə ekrana əks olunacaq nəticələr 1, 2, 3, 4, 5 və son formasında olacaq. Bu da breakin istifadəsinə sadə bir nümunə ola bilər. Və breakdən əlavə continue açar sözünü haqqında da qısa şəkildə danışaq. Continue nədir? Breakdən fərqli olaraq biz nə dedik? Break dövrü dayandırır. Break dövrü dayandırır. Amma continue dediyimiz açar söz isə dövrün addımın belə deyək, ötürmək üçündür. Dövrün addımını ötürmək üçündür. Ötürmək nə deməkdir? Gəlin bir yerdə baxaq. Deyirəm ki, əgər i dəyişəninin qiyməti 5-ə bərabərdirsə, onda nə? Onda continue. Digər halda isə, yəni ifin şərti ödəmədiyi halda isə yazıram print i və i'nin qiymətini çap et və i'ni bir vahid artır. Yenə dövrdən çıxandan sonra son ifadəsini çıxışa verə bilərik, amma düşünürəm ki, bu dəfə ehtiyac yoxdur. Eynisini yenə forda da yazsaq, deyirəm ki, əgər i dəyişəninin qiyməti 5-ə bərabərdirsə, onda continue. Digər halda nə? Print edə i'nin qiymətini. Yenə hər iki kod nəticə etibarilə bizə nə verəcək? Diqqətli olaq, 1-dən n-ə kimi, yəni 1-dən 10-a kimi dəyişir hər iki kodumuzda i dəyişəni, düzmü? i dəyişəninin ilk aldığı qiymət 1-dir, ekrana 1 çap edəcək, növbəti aldığı qiymət 2, 3, 4, düzmü? Nəhayət i'nin qiyməti 5 olanda continue işə düşəcək, çünki i'nin qiyməti 5 olduğu halda ifin şərti ödəyir hər iki nümunədə. Və ifin şərti ödədiyi halda demişik continue. Və biz nə dedik? Continue addımı ötürmək üçündür. Continue dediyi halda keçəcək növbəti addıma. Yəni, gəldi, i'nin qiyməti 5-dir, şərt ödədi, dedi continue, keçdi növbəti addıma, i oldu 6. Yəni, buradan aşağı sətri düşmədi. Diqqətli olaq. Onda ekrana çap olunan nəticələr 1, 2, 3, 4 olacaq. 5 olanda continue dedim deyə 5-i ekrana çap etmədi. Keçəcək növbəti addıma i olacaq 6, sonra 7, sonra 8, 9 və nəhayət 10 qiymətlərini ekrana çap edəcək. Amma dediyim kimi 5 olduğu halda biz continue dedik deyə 5-ci addımda heç bir qiymət ekrana çap olunmadı. Bu da continue'nun istifadəsinə sadə bir nümunə ola bilər. Deməli, indi isə sizə dövr üçün else anlayışından danışacağam, yəni dövrün elsesindən danışacağım. Dövrün elsesi nədir? Nə zaman işləyir? Deyirik ki, ifdən fərqli olaraq, diqqətli olaraq qarışdırmayaq bu iki else anlayışını. İfdə və belə deyək, şərt operatorunda və dövr operatorunda bu bir qədər fərqlidir. Deyirik ki, əgər dövrümüz problemsiz şəkildə işləyib qutarıbsa, yekunlaşıbsa, yəni dövrün bütün addımları icra olunubsa, onda dövrün elsesi işə düşür. Yəni dövr yekunlaşıb qutarandan sonra dövrün elsesi işə düşür. Dövrün elsesi nə zaman işə düşmür? Bəs deyirik ki, dövr əgər hər hansısa bir addımda break veribsə, dövr dayanıbsa hansısa bir addımda, onda dövrün elsesi işləmir. Yəni nə zamansa break vermişəmsə, sonda dövrün elsesi işləməyəcək. Gəlin nümunə ilə baxaq. Deyirəm ki, n 10 olsun, i 1 olsun. Yenə eyni şəkildə dövrümüzü quraq. Bu dəfə deyirəm, birinci i'nin qiymətini çap et. Print i. Daha sonra i'nin qiymətini bir vahid artır.
i-yə mənimsət i plus 1. Və sonda gəlib nə edirəm? Else yazıram. Else. Dövrün elsesində, diqqətli ola, while-ın elsesində nə deyirəm? Deyirəm ki, print tutaq ki, print son. Və eynisini for üçün də yazsaq nə dedik? Print edirik i-nin qiymətini. Və deyirik ki, i-nin qiymətini çap etdikdən sonra dövrün elsesində yazaq. Print son. İndi baxaq əks olunacaq nəticələrə. Deyirik ki, kodu icra etsək hər iki halda 1-dən 10-a kimi ədədləri ekrana çap edəcək. 1, 2, 3, 4 və 10-a kimi bütün qiymətləri ekrana çap edəcək. Amma diqqətli olaq, sonda yazmışıq ki, else. Normalda biz şərt operatorundan bilirik ki, else anlayışı if-in şərti və yaxud else-dən əvvəlki eliflərdən birinin şərti heç birinin şərti ödəmədiyi halda icra olunur, else-də yazdığımız proses. Amma dövr operatorunda dövr normal şəkildə işləyib yekunlaşıbsa, yəni 1-dən 10-a kimi qiymətləri əks etdiribsə, ekrana çap edibsə, bütün addımları işləyib qutarıbsa, sonda dövrün else-si işə düşür. Və onda ekranda əks olunacaq nəticə də olur son formasında. Yəni 1-dən 10-a kimi ədədləri çap edir, sonda isə yazır son. Yəni hər iki halda kodu icra etsək, dövrümüz 1-dən 10-a kimi ədədləri çap edəcək və sonda else işləyəcək və deyəcək son ifadəsini ekrana çap et. İndi əksi belə deyək, halına baxaq. Yəni else-nin nə vaxt işləmədiyinə diqqət yetirək. Deyirəm ki, tutaq ki, əgər i-nin qiyməti 5-dirsə, əgər i-nin qiyməti 5-ə bərabərdirsə, onda tutaq ki, break ver. Break. İndi isə eynisini for üçündə yazsam, belə deyək. Desəm ki, əgər i-nin qiyməti 5-ə bərabərdirsə, break ver. Və dövrün elsesində yenə eyni şəkildə print son desəm. Bu dəfə diqqətli olaq, nə dedik? Əgər dövrdə nə zamansa break işləyibsə, onda heç vaxt dövrün elsesi işə düşmür. Və kodlardan istənilən birini icra etsək, ekrana əks olunan nəticələr olacaq 1, 2, 3, 4, 5 formasında. Çünki i-nin 1-dən 5-ə kimi qiymətlərinin hər birisi üçün bu print işləyir. Nəhayət i 5 olanda yenə print işləyir, amma sonra ardıca if-in şərti ödənir deyə break verir, kodumuz dayanmış olur. Və break vermiş isə dövrün elsesi işləmir. Eyni şəkildə for-da və while-da da paralel şəkildə nümunələrini görürük. Və ekrana əks olunacaq olan nəticələr 1, 2, 3, 4, 5 formasındadır. Və nəhayət dövr operatoru haqqında son xırda bir şey də qeyd edeyim və videomuzu yekunlaşdıraq. Deyirik ki, dövr operatorlarında press deyə bir açar sözündən istifadə edə bilirik. Hansı ki, həm for üçün, həm də while üçün bu açar sözdən istifadə edə bilərik. Nə işə yarayır bəs bu pass ifadəsi? Deyirik ki, tutaq ki, kodu yazmışıq. Müəyyən dəyişənlər təyin etmişik əvvəldə, daha sonra dövr qurmuşuq, amma dövr daxili prosesi hələ ki yazmaq istəmirik. Onda nə deyərik? Deyərik ki, içinə bir dənə pass yazaq. Sonra növbəti sətirdən digər kodlarımızı yazmağa davam edək. Sonda proqramı icra edəndə, proqramı run edəndə errorla qarşılaşmayaq deyə bu dövrün için boş saxlamırıq, əvəzinə yazırıq pass. Bu nəyin qarşısını alır? Bizim errorla qarşılaşmağımızın qarşısını alır. Yəni mən bura pass yazmasam və kodu icra edəsəm, bizə error verər. Deməli, dövr operatorları haqqında danışacaqlarımız bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər.